Heydər Əliyev eramıza sığmayan bir insandır. Minilliyə sığmayan bir insandır. Bütöv Azərbaycan hüdudlarına sığmayan bir insandır. 10 milyon yox ha, yer üzündə yaşayan bütün Azərbaycanlıların və digər siyasəti, mədəniyyəti bilən insanların hər birinin ürəyinə sığmayan, çox yüksək məqamda dayanan böyük bir liderdir, siyasi xadimdir, ulu öndərdir. Xalqın gözündə, millətin gözündə, ürəyində özünə əbədi iz salmış, özünə əbədi heykəl qoymuş bir insandır. Mən filoloqam və Ulu Öndər haqqında bir neçə kitabın müəllifiyəm. Missiya, Baxış Bucağı, Heydər Əliyev və Azərbaycançılıq və yaxud da Azərbaycan dilinin inkişafı və Heydər Əliyev, Heydər Əliyevin nitqinin, məharətli nitqi, nitq mədəniyyəti, 4, 5, 6 da çox. Hələ mən hesab edirəm ki, mən heç Heydər Əliyev haqqında heç şey yazmamışam. Ulu Öndər bizim üçün istəyir, dil baxımından istəyir, ədəbiyyat baxımından istəyir, mədəniyyət baxımından istəyir, siyasət baxımından. Hər birimiz onu fəxarətlə, qürurla anırıq. İnanıram ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan tarixi var, Ulu Öndər xalqın qəlbində yaşayacaqdır.